Növbəsinə baxaq. Qız bəzəndi. Bəzəməkdən yenə də bəzənmək. İndi baxıram, yəni görürsünüz, eyni feil başqa-başqa növlərdə işlənə bilər. Eyni feil, eyni şəkilçi qəbul edə bilər, amma başqa növlərdə ola bilər. Bu da ayrıca bir sualdır ya, sonra bu sualı xırdalayaraq. Qız bəzəndi. Bəzədən bəzənmək yarandı. İndi hərəkətə tez birinci hərəkətə baxın, qız bəzəndi. Qız özü bəzənir, işi öz üzərində eləyir. Artıq da məchullə şəxsizə baxmağa ehtiyac yoxdur. Çünki işi eləyən qızın özüdür. Demək, burada artıq bu qayıdışdır. Və burada təhlil eləmirəm, mübtədası var, yoxdur, onun lazım deyil. Növbətiyə baxaq. Bu biraz saçdırıcıdır. Yəqin ki, buna siz diqqətli olun, indi mən təhlil edirəm. Hava qaraldı. Buna baxan, şəkilsiz işləyən deyəcək ki, hava özü qaraldı da. Yəqin ki, yer özdə siz də belə baxsaz, bunu belə götürəsiniz. Hava özü qaraldı da, hava özü qaraldı və qayıdış. Amma biz birinci nəyə baxırdıq? Şəkilçiyə. Şəkilçi, birinci şəkilçidir. Sözün kökü qara, qaradan qaralmaq zamandır. L şəkilçisi heç bir növün şəkilçisi deyildi. I-ın şəkilçisində I düşmürdü, I-ində düşürdü. L, al-əl şəkilçisidir, al-əlin qısaldılmışıdır. Al-əlin qısaldılmışı L-dır və al-əl heç bir növün şəkilçisi deyildir. Demək, bu məlum növdür. Çünki qayıdışın belə bir şəkilçisi yoxdur. Hava qaraldı. Da mən baxmıram hərəkəti kim eləyir, necə eləyir, harada eləyir, mənə dəxli yoxdur. Mənə birinci şəkilçi lazım idi, ya I, ya da ki I. Burada heç bir şəkilçi deyil. Demək, bu məlum növdür. Axı biz birinci dedik ki, məlum növ düzəltmə də ola bilər. Yəni, burada düzəltmə sözdür, məlum növdədir. Növbətiyə baxaq. Şikayətə baxıldı. Baxdan baxılmaq. Yaxşı ki, bir də şəxsizə yazmışam. Şikayətə baxıldı. Baxdan baxılmaq zamandır. Il şəkilçisi. Ya məchul, ya şəxsiz, ya qayıdış. Birinci qayıdışı tez tətbiq edin. Şikayətə baxıldı. Özü öz üzərində baxılmayıb ki, bu şikayətə kimsə baxır. Deməli, qayıdış deyil, variantdan çıxartdım. Ya məchuldur, ya da şəxsizdir. İndi mən baxacam. Mübtədası varsa məchuldur, yoxdursa şəxsizdir. Baxıldı nəyə? Şikayətə. Mübtədasızdır. Deməli, şəxsizdir. Bu şəxsiz. Yəni, belə asandır. Birinci şəkilçiyə baxırsınız, sonra da hərəkəti kim eləyib ona baxırsınız.